Sənin yorğunluğunun əsas səbəbi telefonundur. Bəs onun səni necə yorduğunu bilirsən? O sənin beyninin qərar vermə və düşünmə mərkəzini sözün əsl mənasında məhv edir. Sən fərqində olmadan beynin hər gün daha da zəifləyir. Bunları mən demirəm. Söhbət dünyanın ən nüfuzlu universitetlərinin illərlə apardıqları araşdırmalardan gedir. Bu videoda mən sənə həm bu dediklərimin sübutlarını göstərəcəm, həm də beynini yenidən canlandıracaq 6 xüsusi qayda verəcəm. Hazırsansa başlayaq. Heç diqqət etmirsən, saatlarla telefonda maraqlı və xoşuna gələn videolara baxırsan, gülürsən, əylənirsən, amma telefonu kənara qoyan kimi birdən-birə içini qəribə bir boşluq bürüyür. Sanki bayaqdan enerjili olan sən deyilsən. Acı həqiqət budur ki, sən ekrana baxdıqca beynin səni daxildən bədbəxt etməyə proqramlanır. Bəli, düz eşitdin. Nə qədər çox ləzzət alırsansa, beynin bir o qədər çox əzab düyməsini sıxır. Buna görə də günün sonunda özünü dünyadan bezmiş və əzilmiş hiss edirsən. Bəs nəyə görə beyin bizə belə bir tələb qoyur? Niyə biz xoşbəxt olmaq istədikcə o bizi aşağı çəkir? Stanford Universitetinin professoru Anna Lembke bunun beynin tərəzisi adlandırır. Və əgər sən bu tərəzinin necə işlədiyini bilsən, o bitmək bilməyən yorğunluqdan çox asanlıqla qurtula biləcəksən. İndi isə gəl bunun necə işlədiyinə baxaq. Təsəvvür et ki, beynin tam ortasında bir tərəzi var. Onun bir gözündə ləzzət, digər gözündə isə ağrı durur. Sən hər dəfə maraqlı bir video baxanda tərəzinin ləzzət tərəfi aşağı enir. Beynin xoşbəxtlik hormonu ilə dolur. Amma beynimiz o tərəzinin bir tərəfə əyilməsini sevmir. Tarazlığı bərpa etmək üçün dərhal tərəzinin digər yönünə, yəni ağrı tərəfinə bir yük qoyur. Nəticədə sən telefonu bağlayan kimi ləzzət yükü yox olur, amma ağrı yükü yerində qalır. Bax, o hiss etdiyin səbəbsiz darıxmaq, keyfsizlik və boşluq hissi məhz həmin yükdür. Amma məsələ sadəcə keyfsiz olmaqla bitmir. Sən o videoları sürüşdürəndə beyninin prefrontal korteks adlanan hissəsi, yəni sənin məntiq mərkəzin sönür. Onun yerini heyvani hisslərin mərkəzi olan amigdala ələ alır. Sadə dildə desək, sən artıq düşünən bir insan yox, sadəcə videolara reaksiya verən bir canlıya çevrilirsən. İradən əməlli başlı iflic olur. Amma təəssüflər olsun ki, məsələ bununla bitmir. Beynində baş verən bu daxili müharibənin onun fiziki formasını dəyişdiyini bilirdiniz. Stanford Universitetində aparılan araşdırma nəticəsində məlum oldu ki, telefona həddindən çox baxmaq beyindəki boz maddən fiziki olaraq keçirilir. Bu maddə sənin beyninin əzələ qatıdır. Sən nə qədər ağıllısan, nə qədər güclü yaddaşın var və nə dərəcədə iradəlisən, buna həmin bu beyin əzələsi qərar verir. İndi bildin niyə yaddaşın zəifləyir, qərarların ağırlaşır və hər gün biraz daha axmaqlaşırsan. Yaxşı xəbər budur ki, beynimiz elastikdir və özünü bərpa edə bilir. Sadəcə deyəcəklərimi diqqətlə öyrənib bir həftə boyunca onları tətbiq etməlisən. Birinci qayda. Videolara baxıb bitirəndə telefonu kənara qoyan kimi içində yaranan boşluq hissi var idi. Bax, o anda yenidən telefona qaçmaq ən böyük səhvdir. Sən o sıxıntıdan qaçmayanda beynin tərəzini düzəltmək üçün xoşbəxtlik hormonu ifraz etməyə başlayacaq. O sıxıntı hissi gələndə cəmi 2 dəqiqə boyunca onu yaşa. Heç nə etmə. Sadəcə divara və ya pəncərədən çölə bax. Bundan daha da güclü digər müalicə metodu isə fiziki məşqdir. Məşq etdiyin anda həmin o tərəzinin ağrı hissəsi dolur. Stres yaşayırsan. Məşqi dayandırdıqda beyin tərəzini bərabərləşdirmək üçün həmin o xoşbəxtlik hormonunu yenidən ifraz etməyə başlayır. Sıxıntı hiss etdikdə telefona salmaq əvəzinə bunları etsən, özünü daha dinc və özgüvənli hiss edəcəksən. İkinci qayda. Telefona bir bildiriş gələndə beynin hisslər mərkəzi işə düşür. O məntiq tanımır, sadəcə tez ol, bax ona deyə qışqırır. Bu halda telefonu götürərkən sən robot rejimindəsən. Çünki qərar verən sən deyilsən, beynindəki hisslərdir. Əlin telefona gedəndə onu götürməzdən əvvəl dayan. Cəmi 10 saniyə nəfəsinə və ya ayaqlarının yerə necə toxunduğuna fokuslan. Bunu edəndə hisslərin mərkəzinə gedən enerji kəsilir. Çünki diqqəti bir şeyə cəmləmək məntiq mərkəzinin işidir. Sən 10 saniyəlik diqqət idmanı edəndə əslində sönmüş olan məntiq mərkəzinə elektrik verirsən. O oyanır, ətrafı süzür və deyir, dayan bir dəqiqə. Həqiqətən mənə o videolara baxmaq lazımdır, yoxsa bu sadəcə bir tələdir? Bu 10 saniyənin sonunda telefon hələ də oradadır. Amma sənin ona baxışın dəyişir. İndi sən onu məcburiyyətdən deyil, seçim edərək götürürsən və yaxud götürmürsən. Artıq sən robot yox, qərar verən bir insansan. Unutma, iradə sadəcə məntiq mərkəzinin oyaq olub olmamasıdır. Bu 10 saniyəlik texnika ilə sən yatmış iradənin düyməsini bassan. Üçüncü qayda. Bu qayda beyni fiziki olaraq bərpa etmək üçündür. Çoxumuz elə bildik ki, eyni anda bir neçə iş görmək bacarıqdır. Amma əslində beynimiz eyni anda bir neçə işi görə bilmir. O sadəcə bir işdən digərinə çox sürətlə keçid edir. Məsələn, yemək yeyərkən telefona baxanda beynin saniyədə bəlkə 50 dəfə dad və görüntü arasında gedib gəlir. Bu sürətli keçid beynini daxildən kağız kimi didib parçalayır. Beynindəki bağlantılar möhkəmlənməyə vaxt tapmır. Buna görə də gündə ən azı 5 dəqiqə sadəcə bir işlə məşğul olmalısan. Əgər yemək yeyirsənsə telefonu uzağa qoy və sadəcə yeməyin dadına fokuslan. Sən tək bir işə tam fokuslananda beynin həmin bölgədə yeni və möhkəm əlaqələr qurmağa başlayır. Bu prosesi bir neçə gün təkrar etsən, beynin həmin hissəsində qan dövranı artacaq və hüceyrələr sıxlaşacaq. Bu sanki idman zalında qol əzələni eyni hərəkətlə sıxıb böyütmək kimidir. Nəticə isə fiziki olaraq daha qalın, daha güclü və daha ağıllı bir beyindir.
Amma daha bir gizli təhlükə var ki, ondan hələ bəhs etməmişəm. Bu təhlükənin adı gizli enerji sızmasıdır. Heç nə etmirsən, amma beynin daxildən gəmirilir, yorulur və tükənir. Amma narahat olma, çünki əlimizdə çıxış yolu var. Əvvəlcə gəl bunun necə baş verdiyinə baxaq. Texas Universitetinin 800 nəfərlik sınağı sübut etdi ki, telefonu işlətmədiyin halda sadəcə yanında qalsa belə ona baxmamaq üçün beynin gizlicə enerji xərcləyir. Bu enerji sızması beynində böyük bir qarışıqlıq yaradır. Məsələn, sən işləyərkən telefona bir bildiriş gəlir. Bu bildirişə baxmasan belə beynində sual qalır. Beynin arxa fonunda sualları düşünərək tükənməyə başlayır. Düşünə bilərsən ki, bildirişə baxsan beynində sual qalmaz. Sual qalmağına, amma iş görərkən işin ortasında telefondakı bildirişə baxsan, diqqətini yenidən həmin işə cəmləmək üçün sənə tam 23 dəqiqə lazımdır. İndi düşün, 4 gün ərzində sənə neçə bildiriş gəlir. Beynin bu qədər lazımsız yüklə dolanda sənin yaradıcılıq düymən də sönür. Çünki beynin yorulur və bu yorğunluq gecə yatağına qədər belə səni izləyir. Nəticə olaraq nə düzəməlli bir iş görə bilirsən, nə də düzəməlli yata bilirsən. 8 saat yatsanda səhər sanki döyülmüş kimi oyanırsan. Yuxu keyfiyyətin yarbayarı düşür və sən yeni günə artıq məğlub, yorğun və zəifləmiş bir beyinlə başlayırsan. Bunun üçün göstərəcəyim bu qaydalara diqqət yetirməlisən. 4-cü qayda. Bu sərhəd qaydasıdır. İşləyərkən və ya yatarkən telefonu başqa otağa qoy. Aranızda fiziki bir divar olsun. Bu divar sənin beyindəki enerji sızmasını dərhal dayandıracaq. Telefon göz qabağında olmayanda beynin ona baxmamaq üçün enerji xərcləməyi dayandırır və bütün gücünü sənin işinə yönəldir. 5-ci qayda. Yaradıcılıq rejimi qaydası. Bunun üçün gündə cəmi 15 dəqiqə heç nə etmə. Sadəcə otur və darıq. Bəli, düz eşit. Bu 15 dəqiqədə sən o sönmüş yaradıcılıq düyməni yenidən yandırırsan. Telefonu kənara qoyub divara baxdığın o anlarda beynin ən möhtəşəm ideyaları istehsal etməyə başlayacaq. Sən darıxdıqca beynin daxildən canlanacaq. 6-cı qaydamız isə sistemi sıfırlamaqdır. Beynin hazırda o qədər saxta ləzzətə öyrəşib ki, artıq heç nədən zövq ala bilmir. Buna görə 7 gün ərzində telefonundakı bütün lazımsız dopamin mənbələrini, yəni o sonsuz videoları və oyunları dayandırırsan. Bu beynindəki həzz qəbul edicilərini yenidən təmizləyir. Cəmi bir neçə günə görəcəksən ki, ən sadə işlər belə sənə daha maraqlı gəlməyə başlayır. Yaddan çıxarma ki, telefon ya sənin ən böyük köməkçin olacaq, ya da beynini yavaş-yavaş yeyib bitirən ən pis düşmənin. Seçim sənin öz əlindədir. Mən sənə yolu göstərdim, amma yolda addımlamaq tamamilə sənin istəyindən asılıdır. Bəlkə bu video sənə sadəcə maraqlı bir söhbət kimi gəldi. Amma gəl bir anlıq dərindən düşün. Əgər bugündən nəyisə dəyişməyə başlamasan, bir ildən sonra beynin nə vəziyyətdə olacaq? İndi növbə səndədir. Bu sadəcə bir məsləhət deyil. Bu sənin beynini yenidən özünə qaytarmaq əməliyyatıdır. Bu videonu bağlayan kimi telefonunu söndür, başqa otağa qoy. Bəli. Elə indi təxirə salmadan elə bunu. Qoy aranızda fiziki bir divar olsun. Cəmi 15 dəqiqə sadəcə divara bax, darıq. Qoy o sıxıntı canına yayılsın, ondan qaçma. Sən sadəcə gözlə və beyninin necə yenidən nəfəs aldığını hiss elə. Bunu edəndən sonra nə hiss elədiyini mütləq şərhə yaz. Baxaq görək bu kiçik təcrübə sənin dünyanı necə dəyişir. Sənin yazdığın bir cümlə bəlkə də başqa bir insanın bu asılılıqdan qurtulması üçün bir qığılcım, bir motivasiya olacaq.